Herkese selam dostlar. Darkness'in kanalındasınız. Bugün sizlerle birlikte Minecraft'ta kaldığımız yerden devam edirik. Videoya keçməmişdən əvvəl kanala abunə olub videoya da like atmağı unutmayın. Videoya keçək. Deməli dostlar, bunun adı Togi, bunun adı Zogi, bunda isə Yorgi oldu adı. Ad etiketi tapanda bunların hamısına adlarını yazıb qoyacağam. Bu bölümdə əsasən nə eləmək istəyirəm? İstəyirəm ki, elmas yığam. Elmasdan sonra bir kazma düzəldəm. Həmin kazmadan da büyülər olsun, üstündə verimlilik desəm olsun, sərvət desən olsun. Tamir köylü tapsaq tamir alarıq köylüdən. Yəni belə şeylər etmək istəyirəm. Ona görə də bir hardasa 4 dənə dəmir kazma düzəltmək istəyirəm. Çünki şerit madenciliyi eləyəcəm. Yəni dümdüz qazacağam, qabağıma çıxsa elması qazacağam. Yəni belə elmas yığmaq istəyirəm. Çünki çox da böyük maden yoxdur ətrafımda. Aşağıda var idi. Oradakı elmaslarda gördüyünüz, yəni digər bölümdə çox az idi. Ona görə də ən məntiqli yol məncə şerit madenciliyi idi. Ona görə çoxlu qazma düzəltdim. İndi yavaş-yavaş gedək elmas axtarmağa. Elə qazdığım yerdən aşağı düşəcəm. O tapdığım böyük mağaranın da aşağısından qazacağam. Elmas da bilirsiniz də 56, 57. Mənfi 56, 57-ci yüksəkliklərdən çıxır, yəni daha doğrusu dərinlikdən çıxır. Oyun biraz donur. Bunun qrafiklərini biraz aşağı salmaq istəyirəm. 1-2 düzəliş elədim. Yəqin ki, indi daha axıcıdır. Aşağı düşək və oradan başlayaq qazmağa. Elə buradan başlayıram aşağı doğru qazmağa. Belə bir yer elədim. Yəni qazdığımız yerlərdən bir gedəcəyik. Məsələn elə buradan başlayaq qazmağa. Biraz aşağıdan götürəcəm çünki 56-dan getmək istəyirəm. Aha, tapdıq. Qazaq görək. 1 2 3 4 5 6. 6 dənə elmas. Pis deyil. Davam eləyək.
Aha, birini də tapdıq. 1 2 3. 3 dənə də buradan. Aha, çakılın dalındadır. 1 2 3. Və yenə tapdıq. 1 2 3 4 5 6 7 və 8. İndi mən bir büyü masası düzəltmək istəyirəm. Onun üçün də kitab lazımdır. Bookshelf lazımdır. Obsidian və elmasa ehtiyacımız var. Mən tez bir dənə onu düzəldim. Burasını yəni göstərsəm, qoysam çox sıxıcı olar, yəni videoya qoysam. Tez düzəldim, gəldim. Büyü masasını düzəltdim. Yəni kitabların da hamısını hazırladım, qoydum. Çox vaxtım aldı, amma hamısını axırı ki düzəltdim. İndi bizə XP lazımdır. XP üçün isə heyvan və yaxud da ki bir yaratıq kəsməliyik. Ona görə də yüngülvari bir qətliam törədib gəlirəm. Otuz səviyyə etdim özümü. İndi kazmamıza büyü basaq. Görək hansı büyünü verəcək. Bura basıram. Kazmanı qoyur. Verimlilik də qəşəng. Onu götürürəm. Böyründə büyü verdimi? Yox. Hayda, elə can verdi. İndi mən yenidən yenidən 30 səviyyə eləməliyəm. Dostlar, mən gedim tez. Yenidən bir 30 səviyyə eləyim, gəlim. Mən yenə bir 30 səviyyə elədim. İndi bura heç nə vermir. Bəs digər qazmaya nə verəcək? Aha, sərvət 2. Tez mən bunu götürüm. Sərvət kim ver? Aha, böyründə verimlilik 4 də verdi. İndi bunları birləşdirək. Verimlilik 5, sərvət 2 bir qazmamız olsun. Birləşdirdim. Qəşəng bir qazmamız oldu. Yeməyimiz yoxdur. Mən yemək toplamışdım. Yəni çoxlu heyvan kəsmişəm yəni. Onları qoyun bişsin. 64 dənə. Bəs eləyər bizə hamısını qoyub can bişməyə. Onun bir qismini birinə, digər qismlərini isə qoyum.
İndi isə gedək yenidən elmas yerinə. Artıq sərvət 2'miz var. Yəni bu sərvət 2 ilə bir dənə qırsaq 4 dənə, 5 dənə verə bilər. ...38 dənə oldu. Yəqin ki, bəs eləyər, set çəkməmiz də bəs eləyəcəkdir. Birinci kazmamın canını təzələyim 5 dənə elmasla. Aha. Doğrusu 4 dənə getdi deyəsən, 5 getmədi. Zombini də kəsək, yatmağa qoymur. Öldü, hə. Özümüzə bir set çəkək. Üstümü də boşaltmağa yeri yoxdur. Sandıq da düzəltməliyəm. Hələlik bura boşaldım üstümü. Setlərimin canı da qalmayıb. İndi bir 4 dənə sandıq düzəldim. Bura qoyaq. Artıq evi də böyütməliyik. Gələn bölümdə daha böyük bir ev tikərik. Ya da evə ikinci qat çıxarıq. İndi bir özümüzə set çəkək. Videonu da bitirək. Köhnə setləri də sandığa qoyun. Ve bunları... Aha. İndi baxın. Elmas setimiz hazırdır. Kazmamız da hazırdır. Sərvət 2, verimlilik 4 kazmamız. Ayda creeper, ay zibil. Rəngi yaşıldı deyə görmədim. İtlərimizə heç olmadı ki. Canları aşağıdır. Ətim var. Bunların canlarını yuxarı qaldırarıq. Problem deyil. Buranı da düzəltmək lazımdır. Neysə. Videomuz bura qədər olsun. İzlədiyiniz üçün çox sağ olun. Videoya like atıb kanalımıza abunə olmağı unutmayın. Sağ olun, mən getdim. Bay bay.